haqqında qanuna görə 3 forması var. Əlverişli inzibati akt, əlverişsiz inzibati akt və aralıq inzibati akt. Əlverişli inzibati akt maraqlı şəxsə hüquq verir və onun, belə deyək də, biz ümumi olaraq insanların hüquqlarını 0 olaraq qəbul edirik. Əlverişli inzibati akt onu dəyişir edir 1 və yaxud da 100, fərqi yoxdur. Yəni, ən azından 0-dan 1-ə doğru hərəkət edirsə, bu əlverişli inzibati aktdır. Bunu nəyə görə deyirəm? Bəzi hallarda ola bilər ki, şəxs istədiyi inzibati aktın qəbul edilməsinə nail olmasın. Amma bu özündə həmin aktın əlverişli inzibati akt olmasını aradan qaldırmır. Düşünürəm ki, şəxs 4 mərtəbəli binanın tikilməsi ilə bağlı icazə icraatı ilə müraciət edir Şəhərsalma Tikinti və Arxitektura Komitəsinə. Amma oradan deyirlər ki, sən 3 mərtəbə tikə bilərsən, 4 mərtəbəyə icazə verilmir. Və yaxud da 5 mərtəbə üçün müraciət edir, 4-ə icazə verilir. Əslində, bu şəxs üçün əlverişli inzibati aktdır. Baxmayaraq ki, onun istədiyi 5 mərtəbəli